Demoqrafik prosesləri biz təhlil edəndə görürük ki, Azərbaycan üçün heç vaxt xarakterik deyildi. Demoqrafik proseslərdə təbii artımda ləngimə prosesi və yaxud geriləmə. Amma biz son 22 ilin təhlilinə baxanda, hətta sosial xidmət haqqında dövlət proqramının preambula hissəsində bu qeyd olunub ki, Azərbaycanda son 22 ildə əhali artımı cəmi 26,4% artıb. Amma ahılların sayı demək 99,40% artıb. Başa düşürsünüz bu nə deməkdir? Son 5 ildə 39 min əhali azalıb Azərbaycanda. Bu çox ciddi bir rəqəmdir və yeni doğulanların sayı biz fikir veririk, görürük ki, çox 10 ildə təqribən 60%-ə qədər azalmanı qeyd edir. Statistika Komitəsinin bir məlumatına baxanda görərik. Demoqrafik həvəsləndirmə, motivasiya edici tədbirlər görmək olar. Necə ki, qardaş Türkiyə Respublikası 2025-ci il ailə ili elan edib və bu il çərçivəsində bəzi demoqrafik təşviq siyasəti alətlərindən istifadə elədi. Türkiyədə bundan istifadə edilərək uşaqlar üçün differensial sosial müavinətlər müəyyənləşdirilməsi, gənc ailələrin toy xərclərini bələdiyyələr və dövlət büdcəsinin üzərinə götürüldüyü, gənclərin mənzillənməsi üçün əlavə tədbir elədi. Belə ki, orada məsələn faizsiz güzəştli kreditlər verilirlər gənc ailələrə, hansı ki 4 ildən sonra hissə güzəştli şərtlərlə ödəməyə başlayır onu gənclər. Gənclərin məşğulluq marafonu, bənzər layihələr bizdə də var. Düzdür, məsələn Azərbaycanda güzəştli məncilər fondu var. Gənc ailələrin çox məhdud bir kateqoriyası bundan istifadə edir. Yaxşı olar ki, bu daha böyük kateqoriyanı əhatə eləsin. Çoxuşaqlı ailənin 5-dən 3-ə endirilməsi ilə bağlı müəyyən qanunvericiliklə təşviq olunsun. Bu yaxşı olar, çünki əgər çoxuşaqlı ailə 5-dən 3-ə endirilərsə, 5-dən çox uşağı olan ailəyə şamil olunan imtiyazlar 3 uşaqlı ailəyə də şamil olunacaq. Demək ki, gənc ailələr ailə planlaşmasında 3 uşaqlıya üstünlük verə bilər. Bax, bu da təşviq siyasəti. Sonra uşaq pulu adlanan sosial müavinət ki var idi, 2006-cı ilə qədər Azərbaycanda verilirdi. Onu bərpa etmək olar. Bəlli bir yaş üzrə differensiallaşdırmaq olar və yaxud da ki, uşaqların sayına görə differensial sosial müavinət vermək olar. Belə təşviq siyasətindən istifadə etmək olar.